Herkese salamlar. Bugün sizlərlə biz artıq kadrlarımızı bir şeyinin yaddaşına daxil etməyi öyrənəcəyik. Biz bildiyimiz kimi əvvəlki dərslərdə artıq biz alış-satış etdik, amma orada biz işçilərimizi qeyd etmədik, yəni ambardar, məhsuldar şəxs və s. kimi. Ona görə də indi gəlin başlayaq kadrlarımızı daxil edək. Bunun üçün nə edirik? Biz bu menyuda kadrlar olan hissəyə daxil oluruq, yəni adam şəkli olan hissəyə və yaxud da yuxarıda olan kadrlar hissəsinə də daxil olmaqla biz müəssisəmizə kadrlarımızı daxil edə bilərik. Bugün iki yolla kadrlarımızı daxil etməyi öyrənəcəyik. Birinci uzun yolla, ikincisi qısa yolla. Bu hər iki yolla biz həm işə qəbulu öyrənirik, həm müəssisədə kadrların yer dəyişməsini öyrənəcəyik, həm də işdən azad edilməsini. Bugün əsas diqqətimizi işə qəbula yönəldəcəyik və çalışacağıq ki, bu yolla işçilərimizi işə qəbul edək. Bunun üçün nə edirik? Biz aşağı daxil olan hissəyə daxil oluruq və burada fiziki şəxslər var. İlk öncə biz bir şeyinin yaddaşına fiziki şəxslərin adlarını, onlar haqqında məlumatları qeyd etməliyik. İkinci mərhələdə təşkilatımızın əməkdaşı kimi onu tanımalıyıq, yəni uçota almalıyıq, rəsmiləşdirməliyik və daha sonra onların misal üçün vəzifəsini verməliyik və bununla da artıq biz şirkətimizə işçilərimizi qəbul etmiş oluruq. İndi gəlin birinci mərhələyə başlayaq, yəni fiziki şəxsləri bunu toxunuruq və belə bir papka açılır. Və belə menyuda biz mütləq şəkildə öz papkamızı yaratmaq lazımdır ki, qarışmasın. Bunun üçün papka olan işarəyə klikləyirik və burada öz şirkətimizin adını yazırıq. Və OK sıxmaqla artıq biz öz şirkətimizi yaratdıq və görürük ki, artıq burada düşdü və həmin o şirkətimizə daxil oluruq və yenidən əlavə et düyməsini sıxmaqla artıq biz öz şirkətimizin tərkibində kadrlar əlavə edəcəyik. Bunun üçün indi bugün sizlərlə iki şəxsi əlavə edəcəyik, iki onun vəzifə verəcəyik. Birincisi gəlin ambardarı edək, ambardarı uzun yolla öyrənək. Digəri isə bizə lazım olan mühasibdir ki, misal üçün onu da qısa yolla daxil etməyi öyrənərik. Vəli Əliyev Vəlioğlu və burada artıq görürük ki, avtomatik olaraq onun məlumatları düşəcək və gördüyümüz kimi artıq özü böldü ki, necə olacaq, yəni birinci olacaq məsəl üçün adı, soyadı və s. kimi. Və burada indi sonra gəlir doğum tarixi. İndi biz burada nümunəvi doğum tarihi özümüzdən yazacağıq. Amma əlbəttə ki, biz bunu qeyd edərkən həmin şəxsin şəxsiyyət vəsiqəsindən, yəni ID-sindən istifadə etməliyik. Doğum tarixini gəlin yazaq. 2000-ci ildəndir. Yeni nəsildəndir və bu artıq əlavə etdik. Kişi yazaq, çünki Vəliyevdir. Doğulduğu yeri daxil etməyi də məsəl üçün burada klikləyirik 3 düyməni və onun haqqında yazırıq. Məsəl üçün yazaq ki, Bakıda doğulub, rayonu məsəl üçün hər hansı bir rayon götürək, Nərimanov və ölkəni də yazaq Azərbaycan. Aha. Və OK sıxırıq və bundan da artıq məlumatları düşmüş oldu və burada bütün məlumatları şəxsiyyət vəsiqəsi haqqında məlumatı daxil etmək üçün 3 düyməni sıxırıq. Sənədi nömrəsi burada mütləq şəkildə doğru yönədilməsi lazımdır. İndi biz bu random yaza bilmərik. Ona görə də indi hər hansı bir misal üçün bu formada yaza bilərik ki, tutaq ki, bu onun nömrəsidir güya. Verilmə tarixində yazaq 0202 güya verilib 2019-da özümüzdən yazaq. Vəsiqəni verən orqandakı asan xidmət yazaq. Yəni asan xidmət də yaza bilərik. Azərbaycan Respublikası da yazmaq olar.
fərqi yoxdur. Şöbənin kodunu da ki, indi özümüzdən yazaq. Bunu da indi özümüzdən yaza bilərik. Yaşayış yeri üzrə qeydiyyat tarixində misal üçün yazaq ki, güya bu yanvarın 1-i 2000-ci ildən düşüb qeydiyyata. Sənədin növüdəki, misal üçün buradan seçə bilərik ki, sənədin növü nədir? Şəxsiyyət vəsiqəsidir, pasportdur. Misal üçün pasportu qeyd edək ki, bu pasportu verilib artıq. Və OK sıxdırıq və bununla da artıq düşdü ki, hara verib, necədir və s. kimi. Əlbəttə ki, buraya elə belə məlumatla daxil etdim. Bu mütləq şəkildə dəqiq daxil edilməlidir. Vətəndaşlıq da gördüyümüz kimi avtomatik olaraq Azərbaycan düşdü və pensiya, tibbi sığorta və s. kimi bunu da klikləsək, görürük ki, məlumatlar var ki, ölkə vətəndaşdır. Misal üçün yazarıq, tutaq ki, buradan seçmək də olar ölkəmizi ki, Azərbaycan Respublikası. Buna klikləyərək ki, Azərbaycan düşsün. Daimi, misal üçün, əgər tutaq ki, Azərbaycan vətəndaşıdırsa və Azərbaycanda yaşayandırsa, daimi Azərbaycan Respublikası ərazisində yaşayan seçmək lazımdır. Ola bilər ki, bu non-resident deyirlər bu şəxslərə, yəni xarici vətəndaşdır və yaxud da ki, hər hansı bir statusu var, qaçqın və s. kimi. Düzdür, o qaçqınlıq statusu artıq ləğv olunsa da, əgər varsa, onları da mütləq şəkildə bu xanalardan seçib qeyd etmək lazımdır. Əgər yoxdursa, bu formada ilə bunu OK sıxmaqla artıq düşür bura. Sonra əlillik məlumatı mütləq qeyd etmək lazımdır. Bunu klikləyirik. Əgər onun əlillik haqqında məlumatı varsa, yəni hər hansı bir sənəti varsa, bu mütləq şəkildə ərizənin serial nömrəsinin, bölmə nömrəsini, verilmə tarixini, əlillik qrupunu, arayışın işlətmə müddəti və s. kimi məlumatlar qeyd edib OK sıxmaq lazımdır. İndi təsəvvür edək ki, bizdə yoxdur o. Sonra vöyeni var ki, əgər vöyeni varsa, ola bilər ki, misal üçün işçidir, gəlib işləyir, amma onun da şəxsi vöyeni var. Ya fiziki şəxs olsun və digər şəxs olsun. Burada qeyd edə bilərsiniz ki, hər hansı bir misal üçün kimdirsə onu qeyd edə bilərsiniz. Sonra burada sığorta nömrəsində misal üçün qeyd edə bilərsiniz ki, hər hansı bir sığorta nömrəsidir. Başqa bir məlumatı sonra gəlir ünvanlar və telefonlar. Burada misal üçün onun faktiki olaraq yaşadığı yeri, gördüyümüz kimi qeydiyyat ünvanı, regiondur, sonra küçəsinidir, təqdimatdır, şərhidir və s. kimi məlumatlar mütləq şəkildə qeyd etmək lazımdır. Və burada telefonlarınıdır, Azərbaycan Respublikası ərazisində kənarda ünvanıdır. Məsələn, ola bilər ki, bu insan xaricdə yaşayır və yaxud da ki, ikili vətəndaşı var və onu da mütləq şəkildə qeyd etmək lazımdır. Xidmət telefonudur, e-maildir və s. kimi. Başqa hər hansı bir əlavə məlumat daxil etmək istəsəz, o zamanı bura qeyd edib, başqa məlumatları da daxil edə bilərsiniz ki, axtaran zamanı sizə rahat olsun. Əgər yoxdursa və yaxud da ki, bunu indi biz doldurmayaq ki, vaxtımız getməsin və bununla da artıq bu ümumi məlumatları doldurduqdan sonra OK sıxmaqla artıq biz şirkətimizə ilk işçini qeyd etmiş olduq. Amma belə bir şey var ki, biz sadəcə olaraq bunu elə bir dəftərimizə qeyd etdik ki, filan kəs və filan kəs bizə müraciət etdi və bizim şirkətdə işləyəcək. Amma belə bir şey var ki, bu nə işləyəcək və biz bunu uçota alacağıq-mı? Bunun üçün də mütləq şəkildə növbəti addım atmaq lazımdır. Nə edirik? Bu pəncərəni bağlayırıq. Artıq biz fiziki şəxs kimi daxil etdik. İndi keçirik təşkilatın əməkdaşı. Bu çox vacib məsələdir. Onu klikləyirik və belə bir hissə açılır. Belə bir menuda açandan sonra bunu böyüdək və görürük ki, burada bizim şöbələrimiz var. Biz bildiyimiz kimi biz müəssisə yaradanda mütləq şəkildə onun şöbələrində yaratdıq. Və bu şöbələrdə də mütləq şəkildə gördüyümüz kimi istehsal şöbəsi var, maliyyə şöbəsi var, yəni mühasibatçılıq şöbəsi, satış şöbəsi. Bunu biz elə belə yaratmadıq. Biz indi yaratdığımız həmin o şəxsi mütləq şəkildə bu şöbələr üzərində yerləşdirməmiz lazımdır. Əgər bunu yerləşdirməsək, biz deməli sadəcə olaraq həmin şəxsin adını qeyd etdik, onun deməli şirkətimizə uçotuna almadıq. Bunun üçün nə edirik? Biz dedik ki, indi bu Vəli Əliyev bizim ambardarımızdır. Deməli, biz onu satış şöbəsinə və yaxud da istehsal şöbəsinə daxil edə bilərik. Gəlin, satış şöbəsinə daxil edək. Göz satış şöbəsi üzərində ambardar vəzifəsində çalışacaq bu adam.
Ona görə də satış şöbəsini seçirik. Yəni bu görürük ki, qrafikə alındı. Deməli bizim əməliyyatımız bu şöbə üzərində aparacaq və biz işçimizi ora yerləşdirəcəyik. Daha sonra nə edirik? Əlavə etmə düyməsini sıxırıq və beləcə artıq bir pəncərə açılır. Belə pəncərə açıldıqdan sonra biz mütləq şəkildə bura əməkdaşımızı qeyd edirik. Biz məsəl üçün soyadını yazırıq ki, dedik ki, Əliyev idi o. Əli idi. Atasının adı da burada gördüyümüz kimi avtomatik olaraq çıxdı bizdə belə bir məlumat. Deyir, əgər istəyirsinizsə bunu məsəl üçün daxil edin, bunu məsəl üçün şəxsi seçin. Yox, əgər yeni şəxsdirsə, ola bilər ki, o yadımızdan çıxıb onu yaratmaq. Buradan yeni şəxs kimi yarada bilərsiniz. Biz indi bunu gəlin seçək ki, avtomatik olaraq özü düşsün. Və gördüyümüz kimi burada artıq düşdü. Və bunun doğum tarixini də biz qeyd etdik ki, 01/02 deyəsən 2002-ci il idi. Cinsini də buradan seçək, kişi cinsi idi, okey. Və daha sonra sonrasını klikləyirik. Biz gördüyümüz kimi burada işə qəbul olunma haqqında əmr yaratmaqdır. Yəni artıq biz bunu rəsmiləşdiririk. Və sonra gəlir məşğulluq növü, yəni bunu biz əsas iş yeri kimi əlavə edirik, yəni daimi iş yeri olacaq, yoxsa əvəzləyicidir, yoxsa daxili əvəzləyicidir. Biz indi təsəvvür edək ki, bunu biz əsas iş yeri kimi daxil edirik və şöbəsini sonra seçməliyik. Şöbəsi də ki, bildiyimiz kimi satış şöbəsidir, klikləyirik, satış şöbəsini kliklədik və vəzifəsi. İndi gəlin vəzifəsini verək bu insanı, əgər burada yoxdursa, gördüyümüz kimi, misal üçün, hər hansı bir vəzifə yoxdursa və iş dəfə yaradırsınızsa, o zamanı mütləq şəkildə əlavə etməyi sıxırıq və yazırıq. Ambardar yaradıb, okey sıxırıq və bunlarda ambardar olur və 2 dəfə klikləməklə artıq bizim vəzifəmiz düşür. Sonra qəbul tarixi. O qəbul tarixi də odur ki, biz bunu nə vaxtda rəsmiləşdiririk. Və gəlin indi təsəvvür eləyək ki, biz yanvarda şirkətimizi qurmuşuq, artıq fevralda da işçi götürürük. Buna görə də elə yazaq ki, 02 ayın 2-si, fevralın 2-si bunu işə götürdük, 2025. Çünki biz keçən ilə görə işləyirik. Sonra gəlir əlavə etmənin əsas növü, günlər üzərində maaş var, yoxsa biz bunu vəzifə maaşı kimi verəcəyik. Biz günlər üzərində, çünki aylıq maaş verəcəyik. Maaşı da indi özümüz müəyyən edək ki, buna nə qədər maaş verək. Gəlin təsəvvür eləyək ki, buna ambardar olaraq minimum 500 manatdan maaş verəcəyik. Hələ ki, əgər yaxşı işləsə, sonradan artıracağıq. Daha sonra sonranı klikləyirik və belə bir pəncərə açılır, əlavə məlumat. Görürük ki, artıq burada məlumatlar düşüb, yəni biz biraz öncə qeyd etdiyimiz bütün məlumatlar burada var. Əgər istəsəz vöyünü varsa vöyünü yazmaq lazımdır və yaxud da bu digər nömrəsini yazmaq lazımdır. Əgər yoxdursa, o zamanı hazırdırı klikləmək lazımdır. Görürük ki, vətəndaşlığı da yazılıb, rezident əmək haqqında olan da yazılıb ki, yəni daimi işçidir bu və bu sonra şəxsi tutulmanın tətbiq olunmur və qəbuldakı okey sıxırıq və hazırda kliklədik. Və bununla da artıq bizim elə bir məlumatımız yaddaşa düşdü və bunu klikləməklə artıq görürük ki, bizim Əliyev müəllimimiz satış şöbəsi üzrə ambardar vəzifəsində daxil oldu və qəbul tarixi də ayın 2-si oldu. Və bununla da artıq biz bunu şəxsi uçota aldıq və mütləq şəkildə təşkilatımıza baxaq ki, görürük təşkilatımız elə bizim təşkilatımızdır və bunu çıxırıq. Sonra gəlir bizim indi digər addımımıza və bu vəzifələrdir ki, misal üçün burada vəzifələrimizi də istəsəz əvvəlcədən yarada bilərsiniz. Biz bildiyimiz kimi biraz öncə vəzifə yaratdıq. Amma istəsəz həmin o vəzifələri buradan əlavə edib yarada bilərsiniz ki, gələcəkdə sizə problem olması, bir də sonradan yaratmayın. Yox, əgər o sizə problem deyilsə, həmin anda da təşkilatın əməkdaşını da yarada bilərsiniz. Yəni bu şəkildə artıq biz uzun yolla elə bir işçimizi qəbul etdik və daxil etdik və